Valideynlər uşağa sərhəd qoyur. Amma fərqinə varmadan ən böyük səhv edir. Bugün olar deyir, bir gün olmaz deyir. Və problem məhz buradan başlayır. Uşaq nə başa düşür? Bugün yarım saat baxdım, sabah biraz daha çox istəyirəm. Bir gün icazə verdiniz, bir gün əsəbi şəkildə dediniz, yox. Və məhz burada uşaq sərhəd yox, sərhədin nə vaxt dəyişəcəyini öyrənir. O düşünür, biraz da israr etsəm dəyişəcəklər və başlayır daha çox istəməyə, daha çox ağlamağa, daha çox israr etməyə. Çünki siz ona qayda yox, qeyri-müəyyənliyi öyrədirsiniz. Ən vacib mesaj budur. Sərhəd cəza deyil. Sərhəd təhlükəsizlikdir. Uşaq sərhədi sevməsə belə, sərhəd onu sakitləşdirir. Çünki bilir, bu dəyişməyəcək. Əgər bugün yox deyiriksə, sabah da yox olmalıdır. Stabil valideyn güvənli uşaq deməkdir.